Bir kitabın maliyyəti nə qədərdir? Lakin sual sizi yanıltmasın. Burada nəzərdə tutduğum şey nəşr maliyyəti deyil. Oxucu üçün başa gələn maliyyətidir. Belə ki, bir kitab əldə etməkdən ötürü təbii ki, bunun bir maddi qarşılığını ödəyirik. Etiraf etməliyəm ki, günümüzdə kitabların qiyməti keyfiyyətləri ilə tərs mütənasib olub yetərincə yüksəkdir. Lakin digər lazımsız xərclərimizlə müqayisədə kitab almamaq üçün yenə də bir bəhanəmiz yoxdur. İndi isə qayıdaq sualımıza. Biz kitabı almaq üçün müəyyən bir maddi qarşılıq ödəyirik. Lakin unutduğumuz bir məsələ var ki, bu da maddiyyatı əldə etməkdən ötürü həyatımızın ən dəyərli resursuna, yəni zamanı istifadə edirik. Hansı ki, bu zamanın kompensasiyası mümkün deyil. Bu əslində aldığımız hər bir şeyə aid olub, kitabı da buna daxil edə bilərik. Lakin kitabda digər bir situasiyada ortaya girir. Biz aldığımız kitabı bu səfərdə oxumaq üçün zaman və zehni əmək xərcləyirik. Dolayısıyla bir kitabın əldə olunub oxunulması əslində böyük bir məsuliyyətli və yenə də zəhmətli bir prosesdir. Lakin günümüzdə bazar strategiyası nəticəsində bizə sığınan bir çox kitablar, təəssüflər olsun ki, bütün bu əməyin qarşılığını ödəməyən boş və mənasız mətin yığınından başqa bir şey deyil. Bu zaman oxucu olaraq qarşımıza böyük problemlər çıxır. Çünki rəf dolusu bestseller kitablarının və reytinqlərdə dönüb dolaşan mətnlərin heç biri əslində sizin bu əziyyətinizin qarşılığını ödəyə biləcəyi bir keyfiyyətdə mətnlər deyil. Təbii ki, hər bir kəsin bəzən sadəcə zehni dincəltmək üçün də oxumağa ehtiyacı var. Bəlkə də ara sıra bu mətnlərə müraciət etmək olar. Lakin onların da müəyyən bir keyfiyyətin üzərində olmasına diqqət yetirir. Çünki bizim zamanımız, enerjimiz və maddiyyatımız bu həyatda bizə verilən məhdud resursların başında gəlir və bu məhdud resurslarımızı da özümüzü inkişaf etdirmək üçün istifadə etməliyik.